Salam hər kəsə. Bugün Çindən gələn və bazarı sözün əsli mənasında silkələyən bir avtomobilə baxırıq. Söhbət son vaxtların ən çox danışılan PHEV, yəni plug-in hibrid sedanlarından biri olan BYD Destroyer 05-dən gedir. Gəlin görək, bu maşın həqiqətən də deyildiyi qədər yaxşıdırmı? Amma gəlin əvvəlcə hamını düşündürən o əsas sualı ortaya qoyaq. Çin istehsalı olan belə bir sedan almaq bizim üçün bir riskdir, yoxsa əla bir fürsət? Bu sualın cavabı çox önəmlidir. Elə buna görə də bugün biz birlikdə bu avtomobilin bütün pluslarını və minuslarını, yəni müsbət və mənfi tərəflərini bir-bir analiz edəcəyik. Sonda isə bu avtomobilin məhz sizin üçün doğru seçim olub-olmadığına qərar verəcəyik. Yaxşı, başlayaq. Deməli qarşımızda yeni bir rəqib var. BYD Destroyer 05. Bu bildiyiniz kimi həm benzinlə, həm də cərəyanla işləyən bir plug-in hibrid sedandır və onun əsas fərqi qənaət və rahatlıqdır. Bu avtomobilin belə deyək ürəyi onun DMI texnologiyasıdır. Bəs bu nə deməkdir? Əslində məqsəd çox sadədir. Maşın mümkün qədər az benzin yandırsın, çox səssiz olsun və onu saxlamaq sizə daha ucuza başa gəlsin. İndi isə keçək ən maraqlı yerə, texnologiya və güc məsələsinə. Gəlin görək, kapotun altında bizi nə gözləyir? Deməli, baxın, mühərrik 1.5 litrlik benzin mühərriki ilə elektrik motorunun birləşməsidir. İkisi birlikdə təxminən 180-190 at gücü verir ki, bu da şəhər üçün kifayət qədər yaxşı rəqəmdir. Amma əsas məsələ məncə batareya seçimləridir. Siz ya 55 km, ya da daha böyük batareya ilə tam 120 km sırf elektriklə gedə bilən versiyanı seçə bilərsiniz. Və bu çox vacib bir fərqdir. Yaxşı, bəs bu avtomobili niyə almalıyıq? Gəlin indi onun ən cəlbedici tərəflərinə, yəni üstünlüklərinə baxaq. Və budur qarşınızda onun bəlkə də ən böyük kozuru, yanacaq sərfiyyatı. Söhbət 100 kilometrə cəmi 3.8 litrdən gedir. Təsəvvür edirsiniz. Bu indiki benzin qiymətləri ilə inanılmaz, həqiqətən də fantastik bir qənaət deməkdir. Amma təkcə qənaət deyil əlbəttə. Məsələn, sırf elektriklə şəhərdə, xüsusilə Bakı kimi tıxaclarda sürmək əladır. Salonu isə texnologiya ilə doludur. Böyük ekranı, müasir dizaynı var, qiyməti də rəqiblərinə baxanda çox sərfəlidir. Üstəlik, unutmayaq ki, BYD artıq balaca bir şirkət deyil. Dünya miqyasında Tesla ilə baş-başa mübarizə aparan bir nəhəngdir. Yaxşı, hər şey bu qədər gözəl ola bilməz, elə deyilmi? Gəlin biraz da reallıqdan danışaq və bu avtomobili alarkən nəzərə alınmalı vacib məqamlara, yəni potensial problemlərə baxaq. Birinci və bəlkə də ən ciddi məsələ servis və ehtiyat hissələri. Baxın, bu avtomobil yeni və texnoloji cəhətdən mürəkkəbdir. Azərbaycanda hələ ki geniş servis şəbəkəsi və anbarlarda hazır ehtiyat hissələri məhdud ola bilər. Bu nə deməkdir? Ən kiçik bir problem olsa belə maşınınız uyğun bir detal üçün həftələrlə servisdə qala bilər. Bu ciddi bir riskdir. İkinci problem isə birbaşa cibinizə təsir edir. İkinci əl bazarı. Hələ ki bu avtomobillərin ikinci əl dəyərinin nə qədər olacağı tam bəlli deyil. Bugün alıb 2-3 il sonra satmaq istəsəniz, dəyər itkisi gözlədiyinizdən qat-qat çox ola bilər. Bu da mütləq nəzərə alınmalı bir məqamdır. Və üçüncü məsələ, bu maşının əsas üstünlüyü nə idi? Elektriklə getmək. Yaxşı, bəs şarj imkanınız yoxdursa, evdə, işdə rahatlıqla şarj edə bilmirsinizsə, onda bu hibridin bütün mənasını itirmiş olursunuz. Çünki o zaman o, sadəcə ağır batareyaları daşıyan adi bir benzin maşınına çevrilir. Yaxşı, bütün bu müsbət və mənfi tərəfləri bir yerə yığdıq. İndi gələk əsas suala. Bütün bunları nəzərə alanda bu avtomobil məhz sizin üçün doğru seçimdir, yoxsa yox? Gəlin bunu çox sadələşdirək. Bu maşın sizin üçündür. Əgər siz əsasən şəhərdə sürürsünüzsə, gündəlik yolunuz 20-dən 40 kilometrə qədərdirsə və yanacağa qənaət sizin üçün bir nömrəli prioritetdirsə və bu maşın sizin üçün deyil, əgər siz tez-tez rayonlara, uzun yollara gedirsinizsə, evdə və ya işdə rahat şarj yeriniz yoxdursa və avtomobilin ikinci əl dəyərini qoruması sizin üçün çox vacibdirsə, o zaman bəlkə də başqa seçimlərə baxmalısınız. Yekun olaraq mənim fikrimcə belədir. Destroyer 05 müasir, çox qənaətçil və texnoloji bir sedan axtaranlar üçün həqiqətən də çox yaxşı bir təklifdir. Amma bu çox vacibdir. Onunla gələn riskləri də mütləq göz önündə saxlamalısınız. Bütün bu təhlillərin yekununda bizim bu avtomobilə verdiyimiz ümumi qiymət 10 üzərindən 8-dir. Və sonda gəlin biraz daha böyük düşünək. Sizcə bu texnologiya, yəni plug-in hibridlər həqiqətən də bizim avtomobil gələcəyimizdir? Bu barədə fikirləşməyə dəyər.